Salam məsləhələr, mən Nağıyeva Səadət. Bugün sizə ümumi sınav imtahanı 7 üzrə ingilis dili suallarının izahını təqdim edəcəm. Başlayaq birinci dinləmədən. Unit 5. Recording 2. Why are the windows round on ships? Round windows are stronger, aren't they? Are they? I've no idea. That's right. According to the book, they're less likely to break. There you go. What about this second one? How many hairs are there on the human head? A million? No, it's not that many, is it? Well, it depends whose head, doesn't it? On my dad's, there are about 3. The answer is about 10,000. Really? I think that's a bit of a stupid question because it depends, doesn't it? Well, it was a 4-year-old who asked the question. Oh, yeah, that's true. Next question. What happens when your plane flies over a volcano? Nothing happens, does it? Well, it depends on whether the volcano is erupting or whether it's active. Yeah. Well, according to the book, Jameson asked a pilot, and the pilot said as he was flying over the volcano, his engines shut down, stopped working completely. Worrying. Did he get hot? It doesn't say, but he obviously survived, so there you go. Anyway, what about this one? Why did the Beatles break up? Dunno. They got old, didn't they? No. John Lennon went off with Yoko Ono, didn't he? Well, Jameson wrote to Yoko Ono and she replied because they all grew up, wanted to do things their own way, and they did. Oh, that's interesting. I'm amazed she replied. Me too. Okay, last one. After watching a violent video game, the little boy asked, "Why is there war?" Great question. That's a really good question. Because men like fighting? Political reasons. One country wants the land or the oil or the gold. Well, Jameson asked lots of experts. Most of them didn't or couldn't answer. Then he asked an American army colonel who said there are 4 big reasons: different ideologies, a sense of honor, economic reasons, and fear. Good question for a 4-year-old. Yeah, and a good answer. Okay. Keçək suallar. Birinci sualda bildirilir ki, choose the correct statement according to the dialogue. Diyaloqa əsasən düzgün fikri tapaq. A variantı. Bütün cavablandırılmamış suallar kitabdakı Jameson tərəfindən izah olunur. Bu yanlışdır. Çünki Jameson sadəcə orada sual soruşan uşaqlardan biri idi. B variantında nədir? The strength of round ship windows was verified by multiple engineers in the dialogue. Yəni dialoqda müxtəlif mühəndislər tərəfindən gəmilərin pəncərələrinin, yəni də dairəvi olmasının, yəni gücü sübuta yetirilmişdir. Bu göstərilmir. Sadəcə bildirilir ki, yəni də niyə gəmilərin pəncərələri dairəvi olur. C variantı. Yoko Ono personally addressed the child's inquiry about the Beatles breakup. Beatles qrupunun, yəni ayrılmasının haqqında Yoko Ono şəxsən, yəni də uşağın sualına cavab verir. Buna diqqət etsək görərik ki, baxın, elə burada. Deməli, Yoko Ono cavab verir ki, onlar ayrılırlar. Səbəbi də nədir? Çünki hər biri artıq böyüyüb və yəni də öz işlərini görmək istəyirlər. Öz yaradıcılıq cəhətdə. Deməli, cavab olur C variantı. Baxaq digər suallar, yəni variantlara. The pilot safely flew over an erupting volcano without experiencing any technical failure. Deyir ki, pilot, yəni təhlükəsiz şəkildə yəni vulkan üzərindən uça bilir, yəni uçdu, heç bir texniki problemlə rastlaşmadı. Buna diqqət etsək görərik ki, deməli burada. Yəni, his engine shut down and stopped working completely. Bu vulkan üzərindən uçanda onun yəni də mühərriklər dayanır. Ona görə də heç bir texniki problem yaşamadı. Bu yanlışdır. The question about war was dismissed as too complex to respond to. Yəni müharibədən bağlı olan sual deyil, cavablandırılmır. Çünki çox da mürəkkəb idi cavab verilməsi. Ona görə bu yanlışdır. Çünki ən sonda, baxın, diqqət edin. Ən sonda müharibədən bağlı sual verir, düzdür. Burada deyir ki, bir çoxu cavab vermir, amma yenə də axırda Amerikanın
ordu generalı buna cavab verir ki, 4 dənə reason göstərir. Müxtəlif ideologiya, şərəf məsələsi, sonra ekonomik səbəblər və qorxu. Keçək digər suala. Yəni D variantı da yanlışdır. İkinci sualda göstərilir ki, suala cavab verək. Why are ship windows round? Yəni gəminin pəncərələri dairəvi şəkildədir. Bu ən birinci sual olur elə. Yəni bura diqqət eləyək. Bəli. Səbəbi nədir? Çünki onlar daha güclüdür. Yəni daha dayanıqlıdır qırılmalara görə. İndi baxaq hansı variantdadır cavab. A variantı deyir, so that they look more modern. Daha müasir görünür. Bu yanlışdır. Bunlar sonra B variantını göstərilir ki, dənişlərə imkan verir ki, yəni daha yaxşı görüntüyə yəni imkan verir. Bu da yanlışdır. Because square windows are heavier, da kvadrat şəkilli olanlar daha ağırdır. Bu da yanlışdır. Because round windows are less likely to break. Bəli, qırılmaya davamlıdırlar. Reduce wind pressure inside the ship. Yəni də gəminin içərisində küləyin təzyiqini azaldır. Bu da yanlış. Üçüncü sual. Üçüncü sualda deyir ki, hansı sualın cavabı var? Baxırıq suallara. A variantda bildirilir ki, what kind of engines do modern airplanes use? Yəni hansı növ mühərriklərdən istifadə edir müasir təyyarələr? Bununla bağlı söhbət getmir. Sadəcə göstərdiyimiz hissədəyik. What happens if a plane flies over an erupting volcano? Nə baş verərdi əgər vulkan üzərindən uçsaydı? Bunu da göstərdik. Əslində, indi baxaq. Çünki nə baş verərdi? Yəni aktiv vulkan üzərindən uçsa, yenə də dediyimiz hissə engines shut down. Yəni də mühərrik dayanardı. Ona görə B variantı düz cavabdır. Cavabımız var. When did Jameson first publish his book? Deyir ki, kitabını nə vaxt deyəndə ilk dəfə nəşr etdi. Bunun cavabı yoxdur. Why do humans go bald as they age? Yəni də insanlar deyir ki, yaş aldıqca niyə fikirləşir? Buna cavabı yoxdur. Sadəcə orada bununla bağlı sual verilir, amma yəni də açıqlanmır. Baxın, ikinci sual sırf bununla bağlıdır ki, yəni də insan, yəni ortalama olaraq bir insanın başında nə qədər tük var deyil. O da milyon, yəni də axırda termin lazım çıxır. Amma göstərilmir ki, sırf niyə? Səbəb nədir? Who designed the first circular ship window? Kimdir ilk dəfə dairəvi gəminin pəncərəsi? Yəni gəmilər üçün pəncərəni düzənləyibdir, dizayn edibdir. Bunun da cavabı yoxdur. Sadəcə onun səbəbini göstərir ki, niyə? Sonra keçirik dördüncü suala. Dörddə deyir ki, cümləni tamamlayaq. The question about war was especially significant. Yəni, because sırf müharibədən bağlı olan sual xüsusilə önəmli idi. Bunun səbəbi nədir? A variantını bilir. The boy had just read about historical conflicts in school. Sadəcə deyir ki, məktəbdə yəni tarixi konfliktlər barədə, yəni ziddiyyətlər barədə oxumuşdu. Ona görə xeyr, bunu göstərmir. Most specialists either avoided or struggled to provide a definitive answer. Baxın, gəlin dinləmədən baxaq eləmişsin. Ən sonuncu sualda bax. Most of them bu sualı soruşur müxtəlif ekspertlərdən və bəziləri heç cavablandıra bilmir. Yəni də düzgün cavab verə bilmir. Axırda bildiyimiz kimi American Current cavab verir. Elə cavab B variantıdır. Çünki deyir ki, bir sıra yəni də ekspertlər yəni bu suala yəni də müəyyən bir cavab verməklə bağlı çətinliklər çəkirlər. Səbəbində deyir ki, it reflected the child's confusion about gaming mechanics. Bu deyir ki, uşağın yəni çaşqınlığı haqqında oyun oynadığı, yəni də mexaniklə oynadığı haqda çaşqınlıqla bağlı idi. Xeyr, sadəcə oyunu görür, orada bildirir ki, niyə müharibə var. Yəni gözün o hissəni göstərək. Sual soruşmasının səbəbi. After watching a violent video game. Sadəcə yəni video game, yəni oyuna baxdıqdan sonra bunu verir. Sual verir. Sonra D variantı. War was the central theme of the Jameson's book. Deyir ki, müharibə bunu, yəni də Jameson kitabının əsas, yəni mərkəzi teması idi. Xeyr, birincisi Jameson kitabı deyil, çünki orada sual verənlərdən biri. It was the only question answered by politicians. Yalnız deyir ki, da siyasətçi tərəfindən cavab verilən sual bu idi. Bununla bağlı məlumat verilmir ki, yalnız bu idi və yaxud da ki, başqası idi. Ona görə yanlışdır. Cavab qalır B. Beşinci sual. It is clear from the dialogue. Yəni, dialoqdan aydındır ki, all participants had detailed knowledge of the subject being discussed. Yəni, müzakirə olunan mövzular barədə bütün deyir ki, iştirakçıların detallı şəkildə, yəni hər birinin biliyi var. Halbuki bununla bağlı
bunların heç birinin məlumatı yoxdur. Çünki başdan sual verəndə bildirirlər ki, yəni də iştirakçıların özü bilə. Yəni bu baxın, göstərməyin yaxşısı başda. Deyir ki, məsələn, hər hansı bir ideyam, məsələn, yoxdur da, çoxsu ilə bağlı. Demək olar bütün suallarla bağlı bunu bildirirlər, ön fikirlərini bildirdikdən sonra. Ona görə bu A variantı yanlışdır. Və də deyir ki, Jameson's questions were frequently rejected by the people he asked. Yəni Jameson sualları tez-tez, yəni imtahan olurdu. Ona insana cavab vermirdi. Xeyr, da cavab verirdi, gördük. Sonra C variantı. The conversation is based on the book where children ask questions. Deyir ki, söhbət ondan bəhs edilir ki, yəni dinləmənin özü. Uşaqlar, yəni o kitabdan bəhs olunur ki, uşaqlar orada suallar soruşur. Bu düzdür. Çünki orada da dinləmədə də görürük ki, biz orada uşaqlar, yəni 4 yaşlı uşaqlar deyək ki, müxtəlif suallar soruşur. Bu suallar da onların sualları idi. Ona görə Jameson da onlardan biri idi. C variantı düzdür. D-də deyir ki, Jameson was a historian who studied wars and music. Jameson deyir ki, tarixçidir, kim ki, yəni də müharibələri və musiqini öyrənirdi. Xeyr. The volcano incident was a fictional story written for kids. Deyir ki, bu sadəcə bədii bir, yəni də hekayədir, uşaqlar üçün yazılan. Bu da deyil. Yəni. Sonra keçək mətnə. Bu oldu dinləmə suallarımız. Başlayaq 6.1. 6.1-də göstərilir ki, the passage states there are exactly 6,000 languages spoken in the world today. Hal-hazırda dünyada, yəni dəqiq şəkildə göstərir. Bu sözə diqqət edin. Exactly. 6000 dil danışılır. Baxaq mətnə. Mətndə elə ilk, yəni də cümlədə bu. Yəni ilk adresi bu cümləni görürük. Amma burada yazılıb ki, roughly. Roughly nə deməkdir? Bilirsiniz, təxmini. Yəni dəqiq şəkildə 6000 deyil də, təxminidir. Ona görə də mən buna exactly deyə bilmirəm. Ona görə gəlir 6.1 false-dur. Sonra keçirik 6.2. Word formation and sentence structure don't follow identical patterns across all languages. Yəni bütün dillərdə sözün forması və cümlə quruluşu eyni strukturu izləmir. Bu bunu göstərir. Biz indi baxaq. Bu doğru fikirdir. Mətndə baxaq. Deməli, harda bildirilir? Baxın, all languages have rules for forming words and for ordering those words into meaningful sentences. Yəni, bütün dillərin özünün qayda qanunu var ki, sözləri düzəltmək üçün və onları yəni də mənalı cümləyə çevirmək üçün. Ona görə 6.2 olur, true. Keçirik 6.3. Half of the global population speaks English as their first language. Deyir ki, yəni də dünya əhalisiinin yəni yarısı, yəni 1% insan ingilis dilini özünün birinci dili kimi danışır. İndi keçək mətnə. Baxın, elə burada. Today, bugün 50% insan bu top 15 language-nin birində danışır. Yəni top 15 dil var ki, bunun birində danışır. Amma most common olan, yəni də ən ümumi olan bu mandarin, yəni Çin dilidir. Bunun da ki 1 milyarddan çox danışan var. Amma ingilislə bağlı onu bildirir ki, bu ingilis dili beynəlxalq dildir. Sırf nə üçün? Science və biznes üçün. Yəni elm və biznes üçün beynəlxalqdır. Amma ingilis dilinin second language speaker-ı, yəni ikinci dil kimi danışan first language speaker-dan daha çoxdur. Burada da bildirilir ki, yəni dünyanın yarısı bunu birinci dil kimi danışır. Halbuki daha onsa second-ı daha çoxdursa, bu ona görə olur false. Sonra, according to the passage, nothing can be done to stop the disappearance of thousands of languages. Deyir ki, mətnə görə heç bir şey edilə bilməz. Yəni, dillərin yoxa çıxmasına görə. Biz baxırıq, hardadır bu məlumat. Deməli, ən sonda da burada. Baxın, göstərilir ki, bəzi linguistlər bildirir ki, yəni dünya dilləri növbəti 100 ildə yəni da yoxa çıxmalıdır. Yəni də yoxa çıxa bilər. Və deyir ki, if we don't do anything, əgər biz bir şey eləməsək, yoxa çıxa bilər də. Burada da bildirilir ki, yəni biz bir şey eləyə bilmərik, yəni bunun yoxa çıxmasına. Ona görə bu olur false. Keçirik 7. 7-də deyir ki, children and adults acquire languages differently. Yəni uşaqlar və yetişkinlər, yetkinlər yəni dili fərqli şəkildə mənimsəyir. Bunun çünki, yəni səbəbi nədir? Baxaq mətndə həmən hissəni tapsaq, sırf uşaqlardan da adultların dili mənimsəməsindən bağlı.
Baxın, children's brain actually learns a language, new language differently. Uşaqların beyni müxtəlif, yəni də yeni bir şəkildə, yeni dili müxtəlif şəkildə öyrənir. Adultun beynindən fərqli olaraq. Bunu da araşdırıblar, səbəbi nədir? Deməli, some of the learned they were children and some learned second language as adults. Bəziləri elə bil ki, uşaqlar, yəni yeni dili öyrənəndə onlar həm birinci dili, həm də ikinci dili öyrənsələr onu bir kimi mənimsəyirlər. Amma adultlarda bu fərqlidir. Bunun səbəbi də odur ki, adults on the other hand use different. Deməli, yetişkinlər, yəni yetkinlər beynin başqa bir, yəni də müxtəlif bir yəni də hissəsini istifadə edir sırf ikinci dili öyrənəndə. Amma uşaqlar hər ikisində, baxın, both their first language and second. Hər ikisində eyni hissəni yəni də istifadə edir. Birincini də öyrənəndə, ikincini də öyrənəndə beynin eyni hissəsi çalışır. Amma yetişkinlərdə elə deyil. Birdə fərqlidir, ikidə fərqlidir. Yəni səbəb əslində beynin müxtəlif hissələridir. Baxaq variantlara. Adults rely on advanced strategies that speed up learning. Deyir ki, yetişkinlər nəyə güvənirlər? Yəni üstün strategiyalara, hansı ki, öyrənməni gücləndirir, sürətləndirir. Xeyr. Children and adults engage separate regions of the brain when learning languages. Dilləri öyrənəndə uşaqlar və yetişkinlər müxtəlif hissələrini, ayrı hissələrini, yəni istifadə edir beyinlərinin. Bu doğrudur, B variantı. C deyir ki, children's brains are significantly more developed than adults. Uşaqların beyni deyir ki, yəni daha çox inkişaf edir. Xeyr, səbəb bu deyil. D variantı. Adults can't easily recall the language rules they learn. Deyir ki, yetişkinlər daha asanlıqla öyrənə bilmirlər. Yəni hansı ki, yəni dil qaydalarını nəzərdə tutur, qrammatikasını, öyrəndikləri dilin qrammatikasını asanlıqla xatırlaya bilmirlər. Səbəbi budur. Bu da yanlışdır. Y bəndə deyir ki, children are more motivated to learn a language. Yəni dil öyrənməyə daha motivasiyalıdırlar. Deyir. Sadəcə beynin müxtəlif hissəsini istifadə. Sonra keçək 8-ci suala. Estimate sözünün mənası nədir mətndə? Baxaq estimate sözünə. Deyir ki, experts estimate that on average the world loses a language every 2 weeks. Ekspertlər güman edir ki, estimate, qiymətləndirmək, güman etmək kimi mənası var. Baxaq variantlara. To roughly calculate or predict a value or amount. Bəli, təxmini şəkildə bir şey hesablamaq və yaxud ki, hansı bir yəni də miqdarı, dəyəri öncədən bildirmək. Cavab olur A, yəni güman etməyə gəlib çıxır. B bəndə, yəni digərlərinin yoluna baxaq. Recognize the significance of an issue. Sadəcə deyir ki, yəni də hər hansı bir məsələnin issue bildiyimiz kimi məsələ problem kimi gedir mənası. Vacibliyini bilmək. Express thankfulness and application. Sadəcə deyir ki, minnətdarlığını bildirmək, ifadə etmək. Və yaxud da ki, hər hansı bir şeyi nəzakətli bir tərzdə istəmək. D variantında odur. Y bəndində isə bildirilir ki, hər hansı bir situasiyanın fərqində olmaq onu müşahidə edir. Bu da deyil. Sonra keçək 9-cu suala. 9-cu sualda deyir ki, suala cavab verək. Mətnə təzə. Why does English language have more second language speakers than first ones? Niyə ingilis dilini, yəni ingilis dilindən istifadə edən yəni şəxslər daha çox second language userlərdir? Yəni ilk ana dili kimi yox da, yəni first language kimi yox da, second kimi istifadə edən səbəbi nədir? Çox olmasının. Yine hemen hissəyə baxaq. Deməli, burada bildirildi. Səbəb odur ki, baxın, dil beynəlxalq dildir. Nə üçün? Science və business üçün. Yəni də elm və biznesin beynəlxalq dilidir və in fact, English has more. Buradan sonra izah edir ki, bəli, buna görə də nədir? Second language daha çoxdur first-dən. Baxaq variantlara. English language is spoken by 1 billion speakers. Bu ingilis dili deyil, sırf 1 milyard speaker tərəfindən danışılan. Bu hansı dildir? Mandarin, yenicə qeyd etdiyimiz kimi, Çin. Sonra keçək digərinə. Yəni A variantı olmaz. It is one of the top 15 languages used in business and science. Bəli, bu düzdür. Top, yəni də 15 dildən biridir və businessdə və elmdə istifadə olunur. This language is the world's most common səsinə baxaq. Language. Deyir ki, bu necə bir dildir? Dünyanın mən keçdim. This language is the world's most common. Yəni də ən ümumi olan dilidir. Əslində bu most common deyil. Baxın, most common hansıdır bilirsiniz? Mandarin. Yenə də bunun cavabı buradadır. Yəni yenə Çinə aiddir. Ona görə səhvdir. Deyir ki,
English language has an easy structure. That's why it's simple for learning. De strukturu deyir asandır. Bunu öyrənmək yəni buna görə də sadədir. Ona görə yanlışdır. There isn't enough information in the passage. Mətndə kifayət qədər informasiya yoxdur. Xeyr, qabaqdan tutmaq olur ki, yəni səbəb nə? Keçirik 10-cu suala. 10-cu sual. Burada baxırıq hansı sualın cavabı var. Why is it more difficult for adults than children to learn a second language? Niyə yəni yetişkinlərə daha çətindir ikinci dili öyrənmək? Baxın, bunu əslində yenicə izah elədik ki, səbəbi nə idi? Çünki beyinlərinin müxtəlif hissəsini istifadə edirlər ona görə. Hansı sualda və 7-ci sual. Sonra, how many people speak exactly in Mandarin Chinese? Nə qədər insan təxmini danışır? Daha doğrusu dəqiq şəkildə soruşur. Biz amma burada görmüşdük ki, deyir ki, has more than 1 billion. More than. Yəni də çoxdur. Dəqiq 1 milyard deyil. Ona görə yanlışdır. Birdir. How do impaired people use a sign language? Deyir ki, yəni məhdudiyyətli şəxslər, bu fiziki, eşitmə, görmə ola bilər. Yəni işarət dilindən necə istifadə edir? Əslində burada görsək ki, yəni eşitmə məhdudiyyətli insanlar necə istifadə edir, o göstərilibdir. Deməli, birinci abzasda baxın. Many hearing impaired people use sign language. Necə istifadə edirlər? Gesturlar, yəni gestur nədir? Jestlər sound sistemi əvəz edir. Yəni səs sistemini bunlar jestlə ifadə edir. Yəni necə istifadə edildiyini qeyd edir. Bir də olur 3. What is the main reason for disappearing languages? Səbəbi nədir? Sırf dilin yoxa çıxmasının onu göstərilmir. Yəni də mətndə sırf dəqiq niyyədir. Sadəcə göstərir bir şey eləməsək yoxa çıxar. How was the language formed in the past? Keçmiş necə formalaşırdı? Bunun da yəni cavabı yoxdur. Sadəcə deyir keçmişdə dillər formalaşırdı. Gəlbə baxın. Languages have come and gone in the past. Yəni keçmişdə gəlib və gedib, amma necə olduğu göstərmir. Bu oldu birinci mətn. Keçək ikinci mətn. 11.1. 11.1-də nə deyir? Deyir ki, the shift from an equal distribution of handedness in early humans to a dominance of right-handedness was influenced by tool design. Deməli, baxırıq 11.1-in mətndəki yerinə. Bildirilir ki, sırf əldən istifadəni nəzərdə tutur. Yəni sağ əldən və yaxud da ki, sol əldən. Baxın, 4-cü abzasın 1-ci cümləsi əslində, yəni bunun cavabıdır. Səbəbi nədir? Baxaq. Deyir ki, əvvəllər, yəni əvvəlki dövrlərdə insanlar 50-50 imiş. Sağ əldən istifadə edənlər, yəni təxminidir da indi burada mətndə də. Soldan istifadə edənlər. Bunun səbəbi odur ki, əvvəllər, yəni bu alətlər bu hər iki ələ görə dizayn olunmuş da, düzəldilmiş. Amma daha sonra bu alətləri which were better yalnız bir elədir, only one hand. Yalnız birinə görə düzəldirlər. Bu da daha çox nə üçün idi? Yəni sağ ələ görə düzəldirlər də artıq alətlər. Bu da gətirib ona çıxarırdır ki, baxın, 11.1-də də 10 deyil ki, bu equal distribution dedikdə, yəni bərabərlik var idi də, hər iki istifadə edə bilirdi. Amma bu dəyişir sonradan. Dominantlıq right hand-a keçir. Yəni sağ ələ. Bu da nədən təsirlənir? Tool design. Yəni ləvazimatların, yəni alətlərin dizaynına əlaqəli olaraq dəyişir. Bəli, ona görə bu turudur. Sonra keçirik 11.2. The right hemisphere of the brain is responsible for logical thinking and mathematical calculations in right-handed people. Deyir ki, beynin sağ yarımkürəsi nəyə cavabdır? Yəni məntiqi düşünməyə və riyazi hesablamalar aparmağa. Kimlərdə? Right-handed people-da. İndi mətnin hissəsinə baxaq. Baxın, görək bu logical thinking-ə aid olan hissə hansıdır? Brain iki hissəyə bölünür. Right hand-ı, yəni də sağ əldən istifadə edən şəxslərdə left hemisphere əsas nəyin mərkəzidir? Dilin və logical thinking-dən. Burada görürük ki, artıq yəni də left hemisphere-dir, sağ deyil. Bəli, burada left yox, daha doğrusu right yox, left olmalıdır. Ona görə də sonra, the preference for using the left hand often extends to other parts of the body, such as the left foot. 11.3-də bildirir ki, yəni bizim sol əldən istifadə eləməyimiz, yəni ona üstünlük verməyimiz bu gətirib bədənimizin digər hissələrindən də, yəni soldan istifadə etməyimizə gətirib çıxaran bir şeydir. Mənim fikrə görə budur. Məsələn, sol ayağımız. Mən sol ayağımızdan istifadə edirsə, sol ayağımızdan istifadə etməyə gətirib çıxara bilər. Yəni belə bir fikir. Amma mətndə belə bir fikir səsləndirilmir, yəni bildirilmir ki,
sırf bu gətirib, sonradan istifadə gətirib ona da gətirib çıxarda bilər. Sadəcə bildirir ki, left hemisphere of the brain controls the right, yəni sol yarımkürə sağı tənzimləyir, sağ da solu. Hər ikisindəki, yəni eyni informasiyalar sadəcə yəni bir-birinə əlaqəli olduğu üçün bu da baxın, right-handed people, yəni sağ əldən istifadə edən şəxslərdə sol güclüdür, sol yarımkür. Solda da ki, sağ. Yəni amma bildirilmir ki, sırf yəni də bu təsir edir. Ona görə bu da false-dur. 11.4-də bildirilir ki, all left-handed individuals stutter when forced to write with their right hand. Deyir ki, bütün soloxoy insanlarda soloxoylar kəkələyir. Nə zaman ki, onları biz məcbur edirik ki, sağ əllərindən yazsınlar. İndi baxaq. Fikir versəz, orada all deyir. Amma mətndə 3-cü abzasda bura yazmışıq some. Bəziləri, yəni bəzi uşaqlar yəni nə zaman ki biz onları məcbur edirik, onlar kəkələmə, yəni də problemi yaşaya bilir. Amma hamısı yox. Ona görə bu da olur. Sonra keçirik 12. 12-də deyir ki, elə force sözünün mənası nədir mətndə? Mətndə elə fikir verdiyimiz kimi, baxın, deyir ki, some left-handed children start to stutter when they are forced to write with their right hand. Nə zaman ki onları məcbur edirik ki, biz sağ əllə yazsınlar. Make someone do something against their will, bəli, öz istəklərinin əleyhinə bir şey eləməyə məcbur eləmək kimisə. A variantı. Encourage someone gently, kimisə deyir ki, ya da həvəsləndirmək, ruhlandırmaq. Physically push or pull something, fizik cəhətdən nəyisə itələmək və yaxud da ki, çəkmək, xeyr. Allow someone to choose freely, insanlara, yəni də kiməsə icazə verirsən ki, o neynəsin bir şeyi, yəni öz iradəsini seçsin, azad şəkildə. Teach someone a new skill, birinə yeni bir bacarıq öyrətmək, xeyr. Bu da cavab olur A variantı. Sonra keçirik 13-cü suala. 13-cü deyir ki, hansı cümləmiz bizim 3-cü paraqrafı başlaya bilər? Birinci neyinirik? Baxaq biz 3-cü paraqrafda 2-ci cümləyə. Həmişə belə sual düşəndə bildiyimiz kimi ikinci, yəni də boşluqdan sonra gələn birinci cümlə və ikinci cümləyə diqqət edirik. Nədir? Left-handed people read D for B and was for so. Sonra another problem is stuttering. Bildirir ki, soloxoy insanlar, məsələn, dini B kimi oxuyur, yaxud ki, vozu sol kimi. Başqa bir problem də nədir? Kəkələməkdir. Yəni, problemlərdən danışır da birini. Baxırıq variantlara. Although left-handedness is natural, can sometimes lead to challenges in reading and speech. Deyir, baxmayaraq bu, yəni də soloxoyluq təbii bir şeydir. Bu nəyə gətirib çıxarda bilər? Həmçinin çətinliyə gətirib çıxarır. Oxumaqda və yəni də nitqdə. Doğru olan variantımız A-dır. Çünki nitqdə problemdir və yaxud da oxumaqda D word. Məsələn, burada göstərilir. Yəni, dini B kimi və yaxud da ki, vozu sol kimi digər problemləri kəkələmək. Bu da nitqdə problemdir də. Ona görə cavab A-dır. Digərləri niyə olmur? Many right-handed people struggle with reading and writing at an early age. Deyir ki, right-handed people-lar, yəni sağ əllərini istifadə edən insanlar nədə çətinlik çəkir? Oxumaqda və yaxud da ki, yazmaqda erkən yaşlarında. Burada sağlardan söhbət getmir. Əsasən solların problemləri göstərilir. Ona görə bu yanlış dinləyicilər. Scientists believe that left-handed people are naturally better at languages. Yəni dildə deyir ki, yəni də alimlər bildirir ki, bunlar dil öyrənmək daha yaxşıdır. Elə olsa, yəni də problem olmaz. Throughout history, left-handed individuals have always had an advantage over right-handers. Deyir ki, tarix boyu bunlar, yəni də soloxoylar sağ əldən istifadə edən insanlardan yəni də daha üstünlükləri var idi. Xeyr. Bundan sonra qayıdıb deməz ki, onlar kəkəliyirlər. Some left-handed children are naturally better at reading and writing than their right-handed peers. Deyir ki, soloxoy uşaqlar sağdan, yəni də sağ əllə istifadə edən peers, yəni bizim yoldaşlarından, yaşlarından readingdə və writingdə, yəni oxumaqda və yazmaqda daha yaxşıdır. Xeyr, biz görürük ki, oxumaqda yəni də yaxşı deyil. Ona görə cavab olur A. 14. 14-də deyir ki, suala cavab veririk mətnə əsasən. Why did King George VI develop a stutter? Yəni, niyə o kəkəliyirdi? Onun səbəbini soruşur King George. Mətnə baxaq. Kəkələnməsinin səbəbi də əslində sağdan sola keçməsi, yəni soldan sağa keçməsi idi. Baxın, deyir ki, had to change from left to right hand. Yəni, soldan sağa keçir deyə uşaq vaxtı ilə yazmaq, yəni başlayır, sonra he stuttered all his life. Bütün həyatı boyda kəkəlir. Yəni, səbəbi məcbur olması idi. Yəni, sırf soloxoydan sağdan istifadə etmək.
Adı deyir he inherited it genetically. Genetik olaraq deyir ki, bunu yəni də irsən keçmişdi. Xeyr, bu yanlışdır. Belə deyir ki, he was forced to switch from left-handed to right-handed writing. Bəli, soldan sağa keçməyə məcbur söhbəti. C-də deyir ki, he had brain damage affecting his speech center. Deyir, onun it mərkəzinə təsir edən bir beyin bir növ zədəsi almışdı. Xeyr, yəni zədəsi var idi. He experienced social anxiety when speaking in public. Deyir ki, o yəni də ictimaiyyətdə danışanda sosial anksiyete, yəni bizim dildə desək, narahatçılıq yəni yaşamışdı. Xeyr. His brain's right hemisphere was underdeveloped, affecting his speech coordination. Onun deyir ki, beynin sağ yan hissəsi yəni də inkişaf eləməmişdi. Bu da ki, nitq mərkəzi təsir edir. Xeyr, bu da yanlış. Sonra keçirik 15-ə. Bəli, 15-də də bildirilir ki, hansı sualın cavabı var. Yerdə bildirilir ki, why are some people left-handed? Niyə insanlar, yəni də bəzi insanlar sırf sol oxuyurlar? Bunun yəni də xüsusilə aydın şəkildə yəni də niyyəsi göstərilmir. Sadəcə bildirir ki, bu zaman beyinə baxıb başlayır onu izah etməyə. Yəni baxın, to understand left-handed it is necessary to look at the brain. Amma xüsusilə səbəbi göstərilmir. How does handedness affect brain function? Yəni deyir ki, sağ əldən və yaxud da ki, sol əldən istifadə yəni beynin funksiyasına necə təsir göstərir? Yəni edir. Bunun cavabı var. Harda bilirsiniz? Sırf məsələn, baxın, ikinci abzasda. Left hemisphere deyir daha güclü olur. Nə zaman? Right-handed yəni də insanlarda və yaxud da ki, left-handed insanlarda right hemisphere daha güclü olur da, sağ yarımkürə. Bu əslində bunun təsiridir. Yəni sağlar istifadə edəndə, sağ əlli insanlarda sol oxuyurlarda sağ. What problems can left-handed children face? Hansı problemlərlə üzləşə bilərlər? Bəli, bunun cavabı var idi. Yəni baxın, hansı abzasda? 3-cü abzasda dini bir kimi görürlər və yaxud da ki, vossol və yaxud da ən böyükdəki təkələməyi. Bir də olur 3. 4-də deyir ki, what percentage of the world's population is left-handed? Yəni dünya əhalisinin neçə faizi sol oxuydu? Bunun cavabı yoxdur. 5-də deyir ki, how can left-handed people train themselves to use their right hand better? Yəni sağ əllərindən istifadə etmək üçün özlərini necə eğidə bilərlər? Yəni öyrədə bilərlər bunlar? Deyir. Bunun da cavabı yoxdur. Keçirik. Mətnlər bitdi. Artıq keçək. Digər suallar. 16-cı sual. 16-da deyir ki, make up story. Başlayaq bir də oxuyaq, sonra So the doctor took a piece of coal and wrote the prescription on the door. Ya da həkim götürdü, deyir ki, bir parça yəni kömür və prescription'ı yəni də yazmağa başladı. Qapıya yazır prescription'ı. But resepti yəni. But there was neither a pen or no paper at home. Deyir ki, nə qələm var idi, nə də ki, kağız var idi. A man fell ill and the doctor was sent for. Başlanğıc artıq cümləmiz bəlli oldu. Yəni adam xəstələnir və bunun üçün doktor, yəni də həkim göndərir. 3-dən başlayır. Biz dini çıxırıq buradan. Belə xətt çəkək, aydın olsun. 3-dən başlayır. Deməli, sonra nə gəlir? 5-ə baxaq. The doctor came and when he found her. Həkim gəlir və problemin nə olduğunu yəni aydınlaşdırır. Daha sonra yəni qələm kağızı istəyir ki, resepti yazsın. Bəli. 3-dən sonra 5. Burada 8-ə çıxır. 8-də deyir ki, sonra o getdi. Yəni hələ ki ona. 3-dən sonra 5 gəlir. Sonra baxırıq 2-dirmi, yoxsa 1-dirmi? Variantlara, yəni 2, 1. But there was neither a pen at home. Yəni də deyir ki, qələm və yaxud yəni də kağız söhbət yox idi. Biz baxırıq ki, bəli, bu adam 3-dən sonra elə bir ki, 5-i desək, həkim bunu istəyir. Bunu istəyir. Amma deyir ki, evdə bu yox idi. Yəni ondan sonra 2 gəlir. Ona görə bu C variantı. İndi digər hissələrə baxaq. 2 gəldi, sonra 4. So man's wife went out to get them. Yəni də adamın həyat yoldaşı gedir ki, bunları əldə etsin, yəni alsın. 4-dür. Sonra 6. She didn't come back a long time. Yəni uzun müddət geri qayıtmır. Sonra 1. Həkim də ki, məcbur olur ki, nə etsin? Kömrü götürür və qapıya yazır. 1-dən sonra 8. Sonra çıxıb gedir. Then he went away. 9. Problem o idi ki, bu evdə heç kim latin dilində nə oxuya bilirdi, nə ki yaza bilirdi. 7-dən də bitir. So the door was carried to the drugstore to get the medicine. Heç bir şey. Qapını aparırlar ki, yəni aptekdən dərman alsın. Sonra gəlir 17. 17
zaman uzlaşması. Ümumiyyətlə baxırıq. By the time kimi qədər deməkdir. Deyir ki, by the time Emma, yəni çatmaq sözü var burada. Fikir versin. At the conference hall, konferans salına çatana qədər olmuşdur. Keynote speaker, yəni əsas məruzəçi bütün prezentasiyanı yəni bitirir. Biz baxırıq ki, normalda by the time uzlaşmasında keçmiş sadənin keçmiş bitmişə və ya da ki, indiki sadənin gələcək bitmişə görülür də, yəni uzlaşma. Amma baxaq görək bu hansına aiddir? Əgər ümumi zaman ardıcıllığına baxır, onsa burada gələcək yoxdur. Ona görə demək keçmişdir. Baxırıq ki, birinci bu zamanlardan hansı olub? Mən deyirəm ki, bu Emma konferans salına, yəni də zalına çatmağı var bir hadisəmiz. Bir də ki, məruzəçinin bütün, yəni prezentasiyanı bitirmək. Birinci hansı hadisədir? Birinci olan hadisəmiz keçmiş bitmişdə olasıdır. Yəni bu adamın birinci məruzəni bitirib ki, sonra Emma çatıbdı. Ona görə olur. By the time Emma arrived at the conference hall, the keynote speaker had finished. Bitirmişdi artıq. Bu bitirmişdi, bu sonradan gəlib. Cavab olur burada A. Digər variantlarda məsələn B-də tərsinə yazılıbdı. Ona görə səhvdir. Çünki biz müəyyənləşdirdik ki, onsuz da birinci olan hadisəmiz keçmiş bitmiş, digərsə keçmiş sadədə olmalıdır. Digərləri indikidən ümumiyyətlə keçmiş bitmişin əlaqəsi yoxdur. Ona görə yanlışdır. Daha sonra was arriving finishes söhbəti, bu da yanlışdır. Bir tərəfi zamanlaşması yəni düz gəlmir. Had been arriving, had finished, xeyr. Sonra keçirik 18. 18-də sözün deməli ən yaxın sinonimi tapırıq. Baxaq sözün özünə. Arduous. Deməli, məsələn, birinci cümlənin özünə baxaq. The journeys through the mountains were arduous and demanding both physical strength and mental endurance. Biz deyək ki, sözün mənasını bilmirik, amma cümlədən məğzını tapmaq olar. Deyir ki, bu səyahət necə bir şeymiş də, dağlarda olan səyahət. Demanding both physical strength, yəni fiziki güc tələb edir və mental davamlılıq, yəni dayanıqlıq tələb edir. Deməli, bu simple olan bir şey ola bilməz, sadə olmaz, pleasant, xoş olmaz. Sonra rapid, cəld, çevik olmaz, effortless, yəni heç güc, qüvvə tələb etməyən bir şey. Amma exhausting, yəni çətin. Yəni elə sözün də mənası onsuz da difficult deməkdir. Ona görə cavabınız olur C-bənd. Yəni yorucu bir səyahət idi. Sonra keçirik 19. 19-da bildirilir ki, düzgün neqativ cümləni tapaq. A bəndi, anybody didn't expect the workers to finish their work so soon. Biz ümumiyyətlə demişdik ki, baxın, anybody, any və onun türəmələri inkar cümlənin mübtədəsi olmur. Ona görə A bəndi yanlış. Sonra keçirik digər variant. No one expected that the workers would finish their work so soon. Heç kəs gözləmirdi ki, heç bir şey işçilər işini daha tez bitirsin. Burada problem yoxdur. Keçək görək niyə digərlər səhv. No one expected the workers to finish the work so soon. So did I. Baxın, bu isə inkardadır. Bu isə mənası so did I. Ona görə yanlış. Neither did I olmalı. Nobody expected. Bu da eyni şey gedir. Sadəcə fərq buradadır. Yenə də eyni səhvdir əslində. Həm də ki, burada would olmaz birincisi. Buna görə yox, buna görə. Sonra no one never. Bu da bilir ki, bir sadə cümlədə iki dənə inkar olmaz. Bəndə də cavab olur. Sonuncu sual 20. 20-də də bildirilir ki, məntiqi olaraq cümləni tamamlayaq. He was very nervous before the speech, but he managed to speak confidently because he. Deyir ki, o çox həyəcanlı idi, yəni nitqdən əvvəl, çıxışından əvvəl. Amma bu öhdəsindən gələ bilir və yəni də özünə güvənli şəkildə danışır. Çünki, yəni öz güvənli danışması səbəbi nə idi? He practiced his lines beforehand. Bəli, öz yəni də sözlərini əvvəlcədən təkrar eləmişdi, yəni praktika eləmişdi. Cavab olur A variantı, digərləri niyə olmur? Wasn't aware of his audience's expectations. Yəni deyir ki, auditoriyanın gözləntilərindən xəbərdar deyildi. Bu olmaz. Elə olsa confident danışa bilməzdi. Couldn't prepare for the performance as he wished. Yəni istədiyi kimi hazırlaşa bilməmişdi. Bu da yox. Had received negative feedback earlier. Mənfi bir rəy almışdı əvvəldən. Onda da özünə inamlı ola bilməz. Biz özünə inamlı olmasının səbəbini. Felt the pressure of the situation. Situasiyanın ümumi nəyini hiss edirdi? Təzyiqini hiss edirdi. Xeyr, təzyiqi də hiss edir. Confident olmaq
Yəni olmaz. Heç bir şey. Burada bitdi 20-ci sualla. Ümidvaram hər şey aydındır. Diqqətiniz üçün təşəkkürlər.